Mənə dedilər ki, geç 8000 kilometr sür, mən də 8000 kilometr sürmüşəm. Baxın, müştəri bizim məni izləyən dostlardan biri öz avtomobilində yağını 8000 kilometrdən bir dəyişdirib başqa yerdə və adı da olub sintetik tərkibli yağ. Ancaq baxanda ki, onun tərkibi, yağın tərkibində araşdırıb baxanda ki, bu yağın tərkibində PAO varmı? Əsl sintetika heç 1% bu yağın tərkibində PAO yoxdur. Baxın, mühərrikin daxilinə baxın, gör nə vəziyyətdədir. 8000 kilometr sürüb adam, belə olub ki, yağ qapağının salnikindən yağ axıdırmış, aparıb açdırıb ki, suya o salniki dəyişdirsin, belə bir mənzərə ilə qarşılaşıb. Mənzərəyə bax, güldür, gül. Motorun içindən gül yağır, təmizliyə bax. Qardaş, insanları aldadıb, hecə sintez yağlarla insanlara ki, 8000, 10000 kilometr sür deməyin. Baxın, görün, motorun içi nə vəziyyətindədir. 300 saat sürmək əvəzinə sürüb burada, nə bilim, 600 saat, 8000 kilometrin 600 saat edib. Yəni, belə insanları aldatmaq olmaz. Diqqətli olun, əziz dostlar. Ağzınıza gələn yağları mühərrik sizə tökməyin. Yoxsa bax, bu vəziyyət alınacaq hamımızda.